Salam hörmətli dostlar, hər birinizi xoş gördük. Keçən dərsimizdə biz beta koeffisientlərin izahını verdik, müəyyən bir misallar üzərindən izahını verdik və modeli biz necə qururuğunun haqqında danışdıq. Bu dərsimizdə isə biz determinasiya əmsalı haqqında məlumat verməyə çalışacağıq. Determinasiya əmsalı ümumiyyətlə nə deməkdir? Buna daha çox, yəni belə deyək də, model qurarkən ümumiyyətlə modellərdə, yəni R square, okay, belə bir yəni ifadə var, bunun haqqında məlumat verilir, belə deyilir, R square. Okay, yəni gəlin buradan davam edək. Təsəvvür edin ki, belə bizim modelimiz var, bizim datamız var. Əgər bu datamız varsa, yəni X və Y arasında bir yəni sadə xətti reqressiya modeli qururuqsa, bu data haqqında, yəni belə deyək də, ardıcıl yerinə yetiriləcək işlər nələrdir? Ümumiyyətlə, bu haqda biz nə edirik? İlk əvvəl deməli, ən kiçik kvadratlı üsulu ilə bu həmin xətti modeli tapırıq. Yəni, bu xətti hissəni tapırıq. Yəni, bu fit modeli deyək də, bunu tapırıq. Sonra, yəni, R kvadratını hesablayırıq və sonra isə p-value. Bu da F testi hesablayırıq. F testi haqqında da məlumat verəcəm. Demək, ilkin olaraq belə deyək də, əsasən, yəni bu üç konsept çox vacibdir xətti reqressiya modelindən, amma digərləri haqqında da məlumat verməyə çalışacağım. Demək, deyək ki, məsələn, bu fitting line deyirik də, buna fitting line to data formada danışsaq, bu ən kiçik kvadratlı üsulu ilə, deməli, bu X-in qiymətinə, Y-in aldığı qiymətlərə müvafiq olaraq ən kiçik kvadratlı üsulundan bu deməli nöqtələr eyni zamanda hamısına ən yaxın nöqtələri birləşdirən bir düz xəttdir. Buna görə buna xətti reqressiya modeli deyirik. Ümumən, yəni belə deyək də, bu hissədə bir mən haşiyə verim. Haşiyə ondan ibarətdir ki, ümumilikdə biz model qurarkən bu optimal model sayılır. Optimal model sayılır. Elə modellər var ki, məsələn, ki, biz danışırıq, deyirik ki, ona yəni, belə deyik, məsələn, bu ən optimal modeldirsə, optimal olmayan model də ola bilər. Optimal olmayan model necə ola bilər? Məsələn, ki, biz xətti keçirmişik, düzgün model qurmamışıq, bu buradan keçirmişik xətti. Əlbəttə ki, bu yuxarıdakı nöqtələr daha çoxlu təşkil, aşağıdakı nöqtələr azlı təşkil və ya ki, məsələn, bir model qurmuşuq, buradan keçirmişik bu formada və yenə də bu optimum olmaya bilər. Optimallaşdırılmasının hansı hissədən yəni biz öyrənə bilirik? Bunu biz sadəcə, yəni ən kiçik kvadratlı üsulu ilə bunu etməyə çalışırıq. Lakin hazırda elə deməli yəni böyük datalar üzərindən digər bir modellər də qurulur, hansı ki daha dəqiq proqnoz vermək üçün. Burada yəni bizim qarşımıza çıxan bu optimal nöqtədən əlavə bizim qarşımıza çıxan baxın belə bir yəni xəttin ki, belə bir xəttin olması bizə belə deyək də tam X əsasında, yəni bizə məlumun X əsasında Y-in proqnozlaşdırılması tam həyata keçirilməmiş sayılır, yəni yarımçıq sayılır. Biz buna, yəni elmi dildə underfitting deyirik buna. Underfitting. Okay, underfitting. Okay, bu belə. Underfitting deyirik. Lakin bir digər məsələ yəni ola bilər ki, məsələn, biz elə bir model qurmuşuq ki, model yəni demək olar ki, bu xəttləri hamısını bir-bir keçir, yəni hər birinə belə, yəni o dərəcədə dəqiq proqnoz verir ki, yəni %100-də, yəni. Buna isə biz deyirik overfitting, okay, overfitting. Overfitting və underfitting, yəni ümumiyyətlə, yəni modelləşdirmədə, ümumiyyətlə proqnozlaşdırmada, yəni problematik tərəfləri var. Burada bias variance və trade-off yaradır da bu hissədə. Çünki biz buradan sonra bu hansı tərəfə getdiyi haqqında məlumatımız yoxdur. Lakin bu bir şəkildə ortalama bizə bir proqnoz verir. Yəni lap perfect deyil, lap da yəni underfitted deyil. Yəni ona görə bu hissədə yəni bu məsələyə diqqət yetirmək lazım ki, bizim modelimiz nə qədər yəni optimaldır. Və deməli, deyək ki, məsələn, bizim belə bir data setimiz var. Yəni, bizdə deyək ki, müəyyən bir mağaza kimi götürə bilərik, kiçik bir dükan kimi götürə bilərik. Orada biz dondurma satışı ilə bağlı belə bir proqnoz həyata keçirmək istəyirik. Bu dondurma satışının da asılılığını biz havanın dəyişməsindən asılı edirik. Düz egzogen faktor olsa da bunu hava dəyişkənliyi ilə bağlı görürük. Və biz domendən bildiyimiz məlumata görə biz deyirik ki, əlbəttə ki, temperatur
çox olanda insanlar daha çox dondurma yeyir və temperatur az olanda insanlar daha az dondurma istifadə edir və bu iki məsələni biz əsas götürürük və əlbəttə ki, yəni normalda bizim yəni temperatur artdıqca yəni, dondurmanın nədir istifadəsi daha da artır, satışı daha da artır. Okay. Deməli və bizim belə deyək məqsədimiz odur ki, yəni temperatur, hava temperaturu vasitəsilə deməli nəyək, deməli dondurma satışını proqnozlaşdırırıq. Və belə deyək də, ən kiçik kvadratı usulu ilə burada biz modeli qurmaq üçün ilkin olaraq biz nə edirik? Yəni ən pis model bizdə nə idi? Yəni bu y-lərin riyazi gözləməsi. Bu y-lərin riyazi gözləməsi, yəni dondurma satışlarının riyazi gözləməsi, temperatur nəzərə almadan riyazi gözləməsi nəyi ifadə edir? Yəni bu total variasiyanı ifadə edir. Və bizə desələr ki, məsələn siz burada 11 dənə dot var, 11 gün var. 11 gün ərzində siz nə qədər dondurma satacaqsınız? Tamam, biz deyirik ki, bu gün bu qədər, o gün bu qədər və s. və ilaxır. Və deyirik ki, 12-ci gün nə qədər satacaqsan, biz deyəcəyik ortalama bu qədər sata bilər. Bu onun variasiyasıdır. Lakin biz bilmirik, yəni növbəti gün nə qədər satacağıq. Yəni ortalama deyək ki, məsələn, atıram bir qiymət 300-dən artıq mı satacağıq, əskik mi satacağıq? Bunu nə izah edir ümumiyyətlə? Yəni ümumiyyətlə buna nə təsir edə bilər? Əlbəttə ki, biz belə deyək də reallıqdan, yəni konkret olaraq, yəni bunun iqtisadi mənasını başa düşməyə çalışsa, biz deyəcəyik ki, tamam, buna müxtəlif faktorlar təsir edə bilər. Bizim reklamımız təsir edə bilər, havanın temperaturu təsir edə bilər, həmin günün yağışın olub olmaması təsir edə bilər, həmin günün bayramının olub olmaması təsir edə bilər və s. Lakin bunlar hamısı nədir? Hərəsi bir faktordur və bunun nə qədər təsir etdiyini ölçmək üçün, yəni bu faktoru modelə əlavə etməyimiz lazımdır. Okay? Və əlbəttə ki, bu xəttdən qıraqda qalan həmin o məsafələr bizdən nə adlanır? Qalıqlar adlanır. Əgər biz heç bir faktoru nəzərə almadan yalnız y-i biz proqnozlaşdırırıqsa, burada dondurma satışının, gündəlik satışını proqnozlaşdırırıqsa, burada yalnız elə bir ki, total variasiyamız olur bizim, yəni total qalıqlarımız olur. Bu qalıqlardan biz nə qədər azalda bilərik? Baxın, həmin bu xətti çəkməklə belə bir ki, təsəvvür edin ki, biz həmin o xətti biraz rotate elədik, daha biraz dəyişdirdik, yeni xətt vasitəsilə dəyişdirdik və həmin buradakı bu yəni qalıqların kvadratları daha da nə olur? Azalır. Biraz da yəni dəyişəndə, biraz da onu elə bir ki, əyimini artıranda daha da fərqli bir nəticə əldə etmiş oluruq. Okay? Və getdikcə azalır. Lakin biraz da çox rotate olanda gəlir dəyişir. Və inşallah ki, mən düşünürəm ki, qarşıda yəni ekonometrika dərslərini bitirəndən sonra Python ilə deməli maşın öyrənmə dərslərinə start verəcəm Allahın izni ilə və orada mən sizə gradient descent, yəni belə deyək də modeli haqqında danışacağım. Gradient descent nə demək, onun haqqında məlumat verəcəm. Təsəvvür edin ki, yəni bizim əlimizdə belə bir model var bu formada, yəni model var. Biz modelə görə bayaq gördüyünüz bu dəyişəni göstərdik burada. Bu deməli hər dəfə bunun məsafələrini dəyişdim. Məsələn, biri deyək ki, məsələn buradaydı. Okay, biri buradaydı. Biri belə idi. Okay. Üzr istəyirəm, bunun belə xətt formasında eləyək. Biri belə idi bu formada, biri belə ola bilər, biri belə ola bilər və s. Bunlar hamısı nədir? Yəni, nələr əmələ gətirir bizdə? Yəni, deməli, məsafələr, yəni bu real y-lə deməli, proqnoz xətti arasında, yəni bizim təxmin etdiyim proqnoz xətti arasında məsafələr əmələ gətirir. Bu məsafələrin kvadratları bizə nə verir? Bizə deməli, bu deməli kvadratların cəmi bu nöqtələri bizə verir. Məsələn, birincidə burada, ikincidə burada, üçüncüdə burada və s. Və bunlardan biz ən kiçiyi hansıdırsa onu götürürük. Onu götürürüksə o bizim nə olur? Ən kiçik kvadratı usulunu adlandırdığımız proqnoz xəttimiz olur. Deməli, bu rotationları yerinə yetirəndən sonra özü görürsünüz ki, ən optimal bizim xəttimiz, yəni regressiya xəttimiz bu xəttdir. Yəni bu formada belə bir xəttdir. Və bunu biz nə kimi götürürük? Əsas kimi götürürük. Yəni ən kiçik kvadratlar usulundan həmin bu xətti əsas kimi götürürük. Tamam. Və bu, deyək ki, məsələn, buradakı datalarda ki, real olaraq götürdüyümüz müəyyən bir datadır, tutalım. Bunun vasitəsində bizim belə bir modelimiz alındı. Yəni, y bərabər, yəni dondurma satışı bərabərdir. 69 üstə gəlsin, 659 vursun x. Yəni,
Əgər bizim həmin gün temperaturumuz 0 olarsa, yəni buradakini götürsək 0 olarsa, onda biz həmin günü 69 ədəd deməli dondurma satacağıq. Əgər bizim temperaturumuz hər dəfə 1 dərəcə qalxarsa, bizim ortalama satışlarımız nə qədər artacaq? 6159 ortalama artıq biz nə satacağıq? Deməli dondurma satmış olacaq. Okay. Deməli, və əlbəttə ki, buradakı, yəni dediyimiz kimi, əvvəlki dərslərdə izah etdiyimiz kimi, bu bizim interceptimizdir, bu isə bizim nədir? Slope, yəni əyim nöqtəmizdir. Və sual ondan çıxır ki, baxın, bu bizim aldığımız bu model nə qədər yaxşıdır, nə qədər təxmin qabiliyyəti var, nə qədər, yəni, əhəmiyyətlidir. Bunun üçün bizim qarşımıza nə çıxır? R-square, yəni belə deyək də, determinasiya əmsalının hesablaması çıxır. Determinasiya əmsalını biz necə hesablayırıq? Okay? Necə hesablayırıq? İlkin olaraq belə deyək də, burada bir belə deyək də, ortalama qiymət, ice cream daily sales deyək də, yəni ortalama deməli, dondurma satışının bir orta qiyməti var. Baxın, buradakı qiymətləri mən temperatur nəzərə almadan düşünün ki, elə bil ki, bunları bir xətt boyunca düzürəm. Yəni, bu Y xəttin üzərinə düzürəm. Və bunlar bizə nə adlanır? Bu Y-lərin deməli, Y nöqtəsi üzərindəki qiymətləri. Temperatur nəzərə almasa bizim deməli, dondurma satışlarının deməli, sayları bu qədərdir. Yəni, elə gün olub, məsələn, az olub, elə gün olub, çox olub və s. Bunlar nəyin ətrafında dəyişir? Yəni, dondurma satışı onun riyazi gözləməsinin ətrafında dəyişir. Yəni, bu formada götürsək, ətrafında dəyişir. Və bu bizə nə verir? Total qalıqları verir bizə. Yəni, biz keçən dərsdə də izah etdik, xatırlayırsınızsa, burada belə bir şey izah etdik. Yəni, SST. Yəni, ya da ki, TSS nə deməkdir? Hər bir real Y-dən Y ortaya qədər olan məsafə. Yəni, bu bizə nə verir? Cəm olsun, Y çıxılsın, Y ortaya qədər olan məsafələrin kvadratları, yəni bu hissələr. Bu total sum of squares adlanır. Yəni, bu o mənaya bizdə gəlir. Okay. Və biz buna sum of squares around the mean, yəni riyazi gözləmənin ətrafındakı, yəni o qalıqların cəmidir. Bu necə hesablanır? Hər bir datadan onun riyazi gözləməsini çıxırıq və nəyi tapırıq? Onun ətrafındakı variasiyanı tapırıq. Yəni, burada əlbəttə ki, datanın sayıdır. Okay. Digər bir məqam ondan ibarətdir. Yəni, variasiya. Yəni, eyni şeyin variasiyası. Məsələn, sum of square min varsa, yəni bu deməli, kvadratların cəmi varsa, onu n-ə bölürüksə, bu bizə nəyi verir? Müəyyən bir variasiyanı bizə göstərir. İndi geri qayıdaq, yəni temperaturun da əlavə olduğu original plot deyək də, buna qayıdırıq. Və burada biz gördüyünüz kimi, bayaq gördüyümüz o qalıqlardan fərqli olaraq, buradakı qalıqlar daha da azalır. Bu azalan qalıqlar hissəsi nə deməkdir? Yəni, bu xətt nə deməkdir? Fit line-dir. Bu fit line ətrafındakı bu qalıq hissələr yoxdur, bu qırıq-qırıq xəttdən verilənlər. Bunlar bizə nə adlanır? Bu qalıqların kvadratı adlanır. Okay? Yəni, sum of squares around the least square fit. Yəni, bizim ən kiçik kvadrat üsulundan tapdığımız qiymət, yəni bu xəttin ətrafındakı qalıqların, elə ki, bu məsafələrin paylanması, yəni kvadratlarıdır. Okay? Və bu bizə nə verir? Variasiya verir. Yəni, fit line-in ətrafındakı variasiya verir. Yəni, bizə bu hansı hissəni verir? Residual sum of square. Belə deyək də, residual sum of square verir. Yəni, hər bir keçən dərsimizdə də mən izah etmişdim. Residual sum of squares, yəni nəyə verir bizə? Hər bir, yəni cəm işarəsi, hər bir Y, okay, bu Y-dir, çıxılsın nə? Y cap, yəni bu qalıqların kvadratlarını verir bizə. Bu qalıqların kvadratları bizə, yəni burada göstərdiyimiz formadadır. Okay. İndi məsələ ondan ibarətdir ki, yəni ümumiyyətlə bunu götürsək, hər hansı bir şeyin variasiyası onun riyazi gözləməsinin, onun deməli riyazi gözləməsi ətrafındakı paylanmasının kvadratlarının, yəni cəminin onun sayına bölməsidir. Əlbəttə ki, yəni dondurma satışlarının variasiyası, yəni bu nə adlanır? Raw variation, yəni total variasiya adlanır. Lakin bir də biz əgər bir proqnoz xətti çəkmişiksə, bunun ətrafındakı variasiya var. Bu isə bizdə nə adlanır? Variation around the mean adlanır. Və biz bu ikisini, yəni deməli temperaturu nəzərə almaqla əgər dondurma satışını biz proqnozlaşdırırıqsa, total variasiyanın müəyyən qismi azaltmağa çalışır, yəni azaldırıq. Gördüyümüz ki, sağdakı variasiya soldakı variasiya nisbətən daha azdır. Və bu nə deməkdir?
dondurma satışındakı variasiya temperaturun nəzərə almaqla azaldıla bilər. Yəni temperaturunu izah edə bilər. Yəni daha yüksək belə deyək də satışlar daha böyük temperaturlarla izah olunur. Daha az satışlar isə daha az temperaturla izah olunur. Yəni bayaq da dediyimiz kimi, yəni temperatur artırsa, yəni deməli bizdə nə artır? Həm də bizim satışlarımız artır. Azalırsa azalır. Və burada artıq bizim qarşımıza nə çıxır? R kvadrat çıxır. Bunu nə müəyyənləşdirir bizim üçün? Determinasiya əmsalı müəyyənləşdirir. Və determinasiya əmsalını hesablamaq üçün nə etmək lazımdır? Deməli, bayaq o dediyimiz nəzərə alsaq, deməli R square desək, R square nəyə bərabərdir? Yəni bir də burada yazsaq, R square nəyə bərabərdir? Yəni estimated, yəni explain sum of square, yəni izah olunan bölünür total sum of square. Ya da ki, bu nəyə bərabərdir? Yəni bunu biraz fərqli formada yazası olsaq, yəni bunu burada yazaram indi mən. Daha sizə aydın olsun deyə. Okey. Burada yazmağa çalışaram. Tamam. Gəlin belə verək də. Belə verək. Deməli, əgər biz modelimiz bu formadadırsa, deyək ki, məsələn, total sum of square bərabərdir explained sum of squares üstə gəlsin residual sum of squares. Okay. Yəni total sum of square nə deməkdir? Cəm işarəsi y çıxılsın y ortanın kvadratı bərabərdir. Bu izah olunan hissədir. Cəm işarəsi y cap çıxılsın y ortaya qədər olan məsafə nəyi izah edə bilirsə o üstə gəlsin. Residual nədir? Qalıqlar bərabərdir y çıxılsın y cap kvadratlar. Əlbəttə ki, əgər biz R square-ni tapmaq istəyiriksə, nə edirik? Daha doğrusu R square-ni tapmaq istəyiriksə, determinasiya əmsalı nə edirik? Deməli, total sumdan bunu çıxırıq, yəni total sum of square, oradan necə göstəribsə çıxırıq. Residual sum of square bölürük təzədən total sum of square. Ya da ki, yəni toplamların yeni cəm dəyişmir də, YSS, yəni buradan YSS alacağıq da biz. YSS bölünsün TSS. Okay, TSS. Bura qaydası olsa, yəni hesablama necə olacaq? Var min, yəni burada variasiya, yəni riyazi gözləmənin ətrafındakı variasiya, bu variasiya çıxılır. Yəni fit line ətrafındakı variasiya bölünür, yəni total variasiya. Yəni məsələn bizim halımızda, yəni bundan çıxsa, bundan bölsə alacağıq R square, yəni 38,95. Okay, belə. Başqa sözlə desək, yəni dondurma satışı satışların 39%, yəni satışın 39%, yox ha, ümumiyyətlə variasiyanın 39%, yəni qeyri-müəyyənliyin 39% nə izah olunur? Temperaturla izah olunur. Və bunu biz eyni qaydada belə deyək də sum of square minlə də hesablaya bilərik. Yenə də eyni şey alacağıq. Okay. Təsəvvür edin ki, bizim temperatur nəzərə alsa, belə bir model qurmuşuq. Yəni bu nöqtələri tam olaraq nəzərə alır. Yəni üst-üstə düşür. Heç bir qalıq nöqtə yoxdur. Yəni sıfıra bərabərdir, yəni bildiyiniz kimi. Yəni tam olaraq perfect olaraq, yəni izah edir. Onda nə olacaq burada? Var fit olacaq 0. Var min yerində qaldığı üçün qiymətləri yerində qoysaq, nə alacağıq biz? Yəni R square-ni 100% alacaq. Ki belə bir şey olmur həyatda. Yəni 99% ola bilər, amma 100% çətin məsələdir. Hətta time series datalarda belə olmur. Belə deyək də, zaman sıraları datalarında belə olmur. Yəni bu doğru deyil. Çünki yəni məsələn bir şey ancaq bir şey izah edə bilməz. Hətta deyək ki, məsələn fizika qanunlarını götürsək, deyək ki, məsələn elektrik axınları var da, düzdürmü? Naqillə gedir, yəni. Hətta elektrik axınları, məsələn, bilirsiniz ki, məsələn, buradan gəlsə o tərəfdə olmalıdır. Mən ona nə təsir edir? Deyək ki, məsələn, belə deyək də, naqilin müqaviməti təsir edir və s. və axır. Yolda, məsələn, ağaca toxunur və s. və axır. Elektrik buradan verilirsə, orada tam olaraq əldə olunursa, belə bir şey yoxdur. Görürsünüz, orada da bir problemlər yarana bilir. Hətta fizika qanunlarında belə. Yəni, tam olaraq 100% yəni R square olmur. Və həmçində, yəni, başqa bir şey ola bilər, yəni, məsələn, ki, belə bir data ola bilər. Fikir verdiyiniz kimi, məsələn, ki, belə bir yəni, data paylanması var. Temperatur nədir? Yəni, satışları izah etmir. Yəni, kiçik temperaturda da böyük satışlar və kiçik satışlar var. Böyük temperaturda da böyük satışlar və kiçik satışlar var. Yəni, mənasız olur burada izah. Ona görə, məsələn, var fit, yəni, ya var minə bərabər olur, ya da ki, eyni, yəni biraz dəyişiklik olur. R kvadrat, yəni R square deyək də, determinasiya əmsalı ya sıfıra bərabər olur, ya da ki, sıfıra yaxın olur.
Düzdür, yəni perfect olaraq sıfıra bərabər olmur. Müəyyən bir qiymət alınır. Biz orada bunu yəni nə etməliyik? Biz nəzərə almalıyıq. Okay, belə. Bu formada. Demək, bu hissələri, yəni bizim burada R-square bəlli oldu. Yəni bu 39% bizə nə nəticə verdi? Deməli, dondurma satışları, yəni 39%, yəni oradakı qeyri-müəyyənlik, yəni biz bilmirik dondurma satışının sabahki nə qədər olacaq. Amma sabahki günün müəyyənliyini hardan bilə bilərik? Proqnozdan bilə bilərik ki, sabah temperatur bu qədər olsa, tamam, ortalama bu qədər sata bilərik. 39%, yəni ümumi, yəni variasiyanı izah edə bilir. İndi baxın, bizim həmin modeldəki, yəni ümumiyyətlə, yəni modeldə o əldə etdiyimiz R-square, yəni regression sum of square deyək də, daha sonra üzr istəyirəm, sum of square R kvadrat, daha doğrusu determinasiya əmsalı, deməli, baxın, yazıb ki, is the portion of the total variation the dependent variable that is explained by the variation in the independent variable. Və bu qiymət 0-dan 1 arasında dəyişilir. Əgər 0-a yaxındırsa, yəni biz deyirik, əgər 0-a yaxın, 1-ə yaxındırsa, üzr istəyirəm, və 1-ə bərabər və 1-ə yaxındırsa, yəni x, y, yəni perfect, yəni tam olaraq izah edir. Və əlbəttə ki, yəni 0-dan 1 arasındadırsa, yəni burada 1-ə yaxındırsa, daha, yəni belə deyək də, yaxşı izah edir. 0-a yaxındırsa, daha pis izah edir. Və bir də var ki, ümumiyyətlə heç izah etmir. Yəni 0-a bərabər, 0-a yaxındırsa, dedik ki, yəni x, y, yəni izah etmir. Burada yəni tələsmək lazım deyil. Çünki bəzən görürsünüz ki, model qurulur və siz bilmirsiniz, yəni x ilə y arasında necə asılılıq var. Bəlkə qeyri-xətti asılılıq var. Amma onu da nə etmək lazımdır? Araşdırmaq vacibdir və lazımdır. Baxın, bizim əldə etdiyimiz nəticədə bu evin kvadratlarının, evin qiymətinə deməli nəticəsində əldə etdiyimiz nəticədə burada yəni çox sadə şəkildə R kvadratını hesablaya bilər. Hətta siz burada R kvadratı olmasa, bu göstəricidə verilirsə, siz R square-ını buradan hesablaya bilərsiniz. Burada nə var? Yəni sadəcə siz götürürsünüz, buradan deməli regression sum of square bu nədir? Bu bizdə nədir? Explained sum of square da ESS, YSS-dir. Bu isə nədir bizdə? TSS-dir. Yəni bu aşağıdakı TSS-dir. Bu isə nədir? RSS-dir. RSS bizə lazım deyil. Bəzən görürsünüz RSS olacaq. Siz nə edirsiniz? Totaldan RSS çıxıb böləcəksiniz totaldan. Ya da ki birbaşa yəni regression sum of square, yəni bu SSR də deyilir də sum of square regression. Yəni izah olunan hissə bölünür totala. Bölünür və aldığımız nəticə budur. 58-ə %8. Yəni bu nə deməkdir? Yəni bizim evinlərin kvadratı evin qiymətini nə qədər izah edə bilir? 58%, yəni proqnozlaşdıra bilir. Yəni 58% onu izah edə bilir. Bu göstərici, yəni bizim üçün belə deyək də çox vacib göstəricidir burada. R-square çox vacib göstəricidir. Okay. Belə. Demək, determinasiya əmsalını biz burada izah etdik. İnşallah ki, növbəti dərsimizdə bizdə standard error of regression onu izah edəcəyik. Yəni, ümumiyyətlə, yəni, modelin, yəni standart erroru və o hansı, bitdik ki, məsələn, şeyə gəlir, yəni, hansı, onun izahı nədən ibarətdir, ona fikir vermək lazımdır. Və həmçinin də biz, yəni, F-test, yəni, overall F-test onu izah edəcəyik. Belə. İnşallah ki, növbəti dərsdə görüşərik. Sizə xoş mütaliələr. Təşəkkür edirəm izlədiyiniz üçün. Sağ olun.